günlük vətən müharibəsi bizə neçə igid tanıtdı. Onlardan hər biri qəhrəmanlığa nümunədir. Torpaqlarımızı işğaldan azad etmək üçün vuruşan və bu yolda canından keçən oğullardan biri də Göyçay rayonu Bığır kəndi şəhid Qüdrət Əzizovdur. Onun 11-ci ay 2025-ci il tarixində məzarı önündə 5-ci il dönümü qeyd olundu. Tədbirdə icra nümayəndələri, şəhid ailələri, kənd sakinləri və rayonu Bığır kəndi orta məktəblər, müəllimlər və şagirdləri ilə iştirak etdilər. Tədbir iştirakçıların ənənəyə sadiq qalaraq şəhidlərimizin ruhuna dua oxundu və bir dəqiqəlik Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azad olunması, suverenliyimizin bərpa olunması uğrunda canından keçən igid şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutdan, ehtiramla yad eləyək. Sonra tədbir iştirakçıları şəhidlərimizin xatirələrini bəhs etdi və ardıcına məktəb şagirdləri, vətənpərvər şeirləri səsləndi. Qəhrəman bir kişinin, qəhrəman bir ananınlıqda, mən deyərdim bu xiyabanda bizim üçün çox çətindir çıxış eləmək. Xüsusən də Bəhruz qardaşımızın qarşısında və onun övladları qarşısında, bax burada yatan gənc bizim övladlarımız qarşısında. İki övladın da çox gənc yaşda torpağı tapşırır. Mən onların hər ikisini cənnət əhli. Bundan qabaq çox möhtəşəm, çox qürur verici, hərçənd biz şəhid ailələri üçün çox ağırdır bu günləri keçirmək. Amma buna baxmayaraq biz fəxrlə, qürurla bu günlərdə iştirak elədik. Elimizlə, obamızla bir yerdə olduq. Bu bayramı onlarla bir yerdə keçirdik. Çünki həqiqətən bütün bayramlarımızda, istər dövlət bayramlarda, istərsə də bizim milli bayramlarımızda, bizə ulu babalarımızdan gələn bayramların hər birində, istər toylarımızda, istər digər mədənində arzu edirdilər ki, bir gün olsun torpaqlarımız geri qayıtsın, Azərbaycanımız bu kimi gələn. Belə övladları böyük. Biz həqiqətən dedik də, elədik də. Dövlət, millət, xalq bir oldu və pedaqoji kollektiv olsun. Yüksək hörmət görürük. Şəhidlərimiz valideynlər adından. Tək qoymursunuz, onun ailəsini tək qoymursunuz. Xüsusən də şəhidlərimizi yaddan çıxartmırsınız. Bu belə də olmalıdır. Biz bir gün gələcək dünyamız dəyişəcək, amma bizdən sonra gələn nəsillər unutmamalı. Olduğumuz torpaqları bizə qaytaran, burada yatan birində geyinən bəsər, səngərlərdə bizi qoruyanlardır. Hiç şey olmasın ki, müharibə ola bilər. Amma hər anda hazır olsun. Allah sizə səbir versin, hər bir. Həmişə də, necə ki demişik, qardaşıq, bu ölənə qədər də, ahirətə qədər verir. Ruhlar şad olsun. Çok sağ ol şeyler. Olmadı ki şanın alınması günü görsün. Benim indiki kimi yadımdadır. En qəmli günlərdən, xatirələrdən biriydi. Bu ailə mənim üçün şeylərə qardaş çox əzizdir. Çünki uşaqlıqdan mən bu ailə ilə çox yaxın olmuşam. Qüdrətin ölüm xəbəri ən birinci mənə çatdı. İnan ki, mən heç kimə demək istəmirəm. Fikrət mənim uşaqlıq dostum. Deyir, nətərdir vəziyyət, deyir, Qüdrət nətərdir. Bir-iki gün əvvəl xəbər almışıq. Dedim, deyəsən yaralanıb uşaq. İncə-incə buna dedim, inanmadı. Elnur gəldi oğlum. O qədər vahimələndi, hətta biraz agresiv oldu ki, mən 2 gündür danışmışam, yanından Göyçədən gələn var, yaxşılıqdır, yaxşılıqdır. Amma neyniyək ki, Allahın qisməti, taleyi. Oxuduğu, təhsil aldığı məktəb bugün burada daha geniş iştirak edir. Onların müəllim və şagirdlərinə söz verək, ürək sözlərini desinlər. Söz olan şəhid valideynlərin yox, kənd əhlinin borcudur. Mən sənə səbir diləyirəm, Bəhruz qardaşım, sənin ailənə səbir diləyirəm. 1-2 gün bundan, Hüseyin müəllim düz dedi, 1-2 gün bundan qabaq Zəfər bayramı idi. Ora. Həmən anım günündə sonra gəldikcə qəhərlənsən də yenə sevinirəm. Çünki bizim balalarımız Bəhruz, bunu fəda etmələr üçün. Mən nəbəm bayramdır, Zəfərdir. Xoşbəxtliyi üçün, əhalinin xoşbəxtliyi. Bəhruz qardaşım, sənə yoldaşına səbir versin. Bizim gurur mənbəyimiz, gurur yerimizdir bura. Sağ ol. Şəhid anaları, şəhid ataları. Mən bayaq baxıram, dağın başında Türk əskəri var, qəbri. Onu demək istəyirəm ki, neçə illərdir, artıq əsrdən yuxarı ki, o qəbir oradadır. Görürsünüz, o unudulmur. Hətta bayraqlar da var üstündə. Deməli, ora çıxılır, ziyarət olunur. Bizim şəhidlərimiz də
Birinci Qarabağ şəhidləri, ikinci Qarabağ şəhidləri də unudulmayacaq. Onlar çünki bir amal uğrunda döyüşüblər. Bizim vətənimizin, suverenliyimizin uğrunda döyüşüblər və şəhid olaraq bizə böyük belə deyək, bir hədiyyə qoyub gediblər. Bizim torpaqlarımızı tam azad edərək, suveren şəkilə gətirərək bizə hədiyyə eləyib, onlar şəhid oldular. Ona görə də bu hədiyyədən belə deyək, necə deyim, böyük bir hədiyyə ola bilməz. Bütün xalqa, millətə, Azərbaycan xalqına hədiyyə edirlər. Onlar burada uzanan bayraq üstündə müharibə aparıblar ki, bayraqlarımız bütün Respublika ərazisində dağılansın. Allah onlara rəhmət eləsin, qüdrət ki, Allah səbir versin. Yəni, onu demək istəyirəm ki, bunlar bir amal üstündə şəhid olurlar. İndi dünyada hadisələr olur, kimsə hadisə gedir, yıxılır, ölür, nə bilim, avariya düşür, ölür. O insanlar bir müddətdən sonra istəyir doğmamız olsun, atamız, anamız, belə deyək də, bir müddətdən sonra yaddan çıxır. Amma şəhid məzarlıqları yaddan çıxacaq. Bunlar bizim ziyarətgahımızdır. Ziyarətgahı da çevirməliyik və davam eləməliyik. Allah sizə səbir versin, qəhrəman Allah, sizə səbir versin. Mərasimdə yığışanlara çox təşəkkür edirəm. Əlbət, bu gördüyümüz bu mənzərə elə bir bu dünya üçün çox böyük bir bəzəkdir, yəni. Həqiqətən şəhid anaları, şəhid valideynləri, şəhid istəyənlər hamısı burada. Yəni, bura gələnlərin hər birisinin nəsibi var. Yəni, bu ziyarətdən çox böyük bir nəsibi var. Allah hamısına razı olsun. İnşallah Allah şəhidlərimizin şəfaətinə bizlərə nail eləsin. Müdriklər deyir ki, gözəl görən, gözəl düşünən həyatından ləzzət alar. Əlbət, şəhidlərimizdən ləzzət almaq, şəhidlərimizin məqamını bilmək, o çox böyük bir nailiyyətdir, o çox böyük bir ehsandır, Allahın bir ehsanıdır. Allah bizləri o haqqı ilə onları dərk eləmək nəsib eləsin. Onlar üçün həyatımızı qurmağı Allah hər birimizə nəsib eləsin. Allah Bəhruz qardaşımıza da, şəhidimizin anasına da səbirlər versin bolu. Biz bir şəhid verdik, amma Bəhruz qardaş 2 şəhid verib. Yəni, o bacı da şəhid hesab olunur. Allah səbirlər versin, boluca səbirlər versin. İnşallah irəlidə bura əbədi həyatı qazanmaqdan ötə gəlir. Amma bugünkü günü bu şəhid valideyn Allah elə bir şans inşallah əbədi həyatında qazana bilirlər. Yeni məqsəd şəhidlərimizə layiq bir həyat quraq. Şəhidlərimizə layiq yaşayaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhadətlərin qəbul eləsin, məqamlarını uzun eləsin. Şəfaətlərinə bizləri nail eləsin. Peyğəmbər Əfəndimizə qonşu eləsin. Bizlər də şəhidlərimizə qonşu eləsin inşallah. Allah bütün şəhid hidayət nəsib eləsin. İnşallah ki, unutmayaq. İrəlidə inşallah cənnətdə görüşmək ümidi ilə hamımıza təşəkkür edirəm. Əsas şəhid analarına. Allah sizdən razı olsun. Sağ olun. Bu qüdrətin işığına yığışmışsınız. İlk növbədə Bəhruz qardaşıma, Şəlalə bacıma başsağlığı verirəm. Mən çox razılıq edirəm bu Bığır cəmaatından, məktəb kollektivindən, körpə fidanlardan. Yəni, məktəb kollektivi heç bir kənddə, heç bir rayonda belə təşəbbüs göstərməyiblər. Bir Qaraqıdır kəndidir, bir də Bığır kəndidir. Belə uşaqların belə fəal iştirak eləmələri. Şəhərdə bəzi yerlər var, amma Bığır kəndi kimi belə deyil. Bığır kəndi çox fəal iştirak edir. Allah köməkləri olsun, Allah razı olsunlar. Biz bugün qüdrətdən danışanda şəhid qüdrətdən, qəhrəmanımızdan danışırıq. Qəhrəman ilə, şəhid ilə qəhrəman deməkdir. Biz onun da ilə şəhid kimi adlandıraq. Bu oğlanların bu yaxınlarda zəfər bayramları oldu. İndiyə kimi Respublikamızda hər cür bayramlar keçirildi. Novruz bayramı, Yeni il, 8 Mart, Müstəqillik bayramı, amma zəfər bayramı yox idi. Bu oğlanlar Qarabağa gedən yolun şah əsərləridir. Bunlar belə oğlanlardır. Bunlar bayrağı əllərinə alıb, Qarabağı gedib almağa getdilər, can verdilər, can qoydular. Bizim 88-dən indiyə kimi alınan torpaqlarımız və yaxud da işte orada canların qoyan bir şəhidimiz var. Bizim bir Qarabağımız olduğu kimi bir dənə də şəhidimiz var. Allah bu şəhidlərimizə rəhmət eləsin, məqamların ucadan uca eləsin. Bu şəhidlər bizim başımızdakı qara şalımızdır.
ağaran saçlarımızdır. Onları gözlədiyimiz, yolların gözlədiyimiz gözlərimizin nurudur. Bunlar bizim hər şeyimizdir. Onlar bizim tarixi sərvətimizdir. Vaxt var idi bu oğlanlar tarixdən 2 alırdı. Amma bu oğlanlar elə bir tarix yazdılar ki, o tarix heç bir vaxt unudulmur. Bu qəhrəmanlar həmişə yadda qalacaq, yaddan çıxmayacaq. Mən deyərdim, zəfər bayramlarında bir yandan sevinirdiksə, bir yandan da kədər bizi boğurdu. Çünki onlar zəfər çaldılar, özləri o zəfəri görmədilər, xalqımıza qismət elədilər. Zəfəri çalan oğlanlar, Allah sizə rəhmət eləsin. Ruhunuz şad olsun, məqamınız ucadan uca olsun. Kim bu şəhid uşaqlarımıza qayğı eləyirsə, dəyər verirsə, Allah həmişə onları nəzərində saxlasın. Şəlalə bacı, Allah rəhmət eləsin hər iki balana. Onlar bir tarix yazan oğlandı o Qüdrət. O həmişə deyirdilər ki, Qüdrət Bəhruz oğlu. İndi deyirlər Qüdrətin atası Bəhruz. Allah sizi bu qəhrəmanlar kimi eləsin, belə qəhrəman olasınız, amma ömrünüz uzun olsun. Allah bu fidanlara çox mənə belə nətər demək, çox gözəl təsir bağışladı. Allah sizləri qorusun. Allah bu qəhrəmanlarımıza, bu gözəl balamıza rəhmət eləsin. Sağ olun. Həsrət idi addıma, İmdad dedin, yetişdik imdadına. Qazınacaq, indi azadsan, azadsan vətən. Düşmən sənin xətrinə çox dəymişdi. Dik başını, qamətinə əymişdi. Artıq o günlərin indi keçmişdi. Sən indi azadsan, azadsan vətən. Dinlə məni, düşün biraz. Millərin son nəfəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bircə an. Keçsə də çox uzun zaman. Düşmənə dilədən aman. Ordunun mətkəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Əziz şəhidim, bu məktubu sənə yazmışam. Sən qəhrəmanlıq sərnaməsi yazmışsan. Mən isə sənə kiçik bir məktub yazmışam. Şəhidim, hər gün sənələ rastlaşıram. Nur üzlü, gövhəri, uzaqlara baxan ağıllı gözlərinə baxıram. Çox-çox uzaqlarda gözlərində dərin mənanı görürəm. Can şəhidim, yəqin ruhun göylərdən şahidlik etdi. Torpaqlarımız alındı. Sən aldığın, şəhid olduğun Şuşa indi mədəniyyətimizin bir şeyidir. Orada güllər, çiçəklər belə başqa qoxuyur. Çünki ora asan azad edilməyib. O güllər, çiçəklər şəhid ətridir. Rahat yat, rahat uyu. Məkanın cənnət olsun. Şəhidim, qanınız yeri qalmadı. Azərbaycan torpaqları 30 illiyini işğaldan azad etdi. Şəhidlər yaşayır, ruhuna hörmətlə olunur sükut. Ey şəhid anası, ağlama nə olar, sil göz yaşlarını, başını dik tut. Sən elə qəhrəman böyütmüsən ki, millətin fəxr edib oğlunla ana. Vətən üçün canından keçən igidlər torpağı bəxş edib Azərbaycana. Yürürlər cəmiyyət içində dayan. Ey şəhid anası, ağlama nə olar, boş yerə. Anası, ucaldıb qorudu vətənin daşın dağında, qoymadı torpağın yad tapdağında. Bir kimi deyərək sözünü getdi, bürüyüb bayrağa özünü getdi. Çevirib cənnətə üzünü getdi. Şəhidlər ölməzdir şəhid anası. Çox şükür vətənim, dun yaşasın yendum. Şəhid ölməzdir şəhid anası. Bizim borcumuzdur anıb yad etmək. Düşmənə şəhid anası. Yerdə qan yanacaq canı. Kimsə bölə bilməz Azərbaycanı. Şəhidlər ölməzdir şəhid anası. Şəhidlər ölməzdir. Şəhidlərimizə rəhmət etsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allahdan şəhidlərimizin ana və atalarına Üstündə vüqarla kayıb soyuğa, borana qara. Cavab vermək üçün o azğınlərə, yerə sığmayan, araza sığmayan. Yağışında doğan düş uşağıdır. Üstündəki ay olduş, gəlir mənim hoşuma.
üzüye benzer. O kuşun karşına üçüncü bayak bize teşekkür dayattı. Joyumcu üstüne şişe mayak. Tədbir iştirakçıları şəhidlərimizin məzarı önündə xatirə şəkilləri təsdirdilər. Xatırladaq ki, Əziz Qüdrət Bəhruzoğlu 19-6 ay 1997-ci il tarixində Göyçay rayonu Bığı kəndi anadan olmuşdur. Bığı kəndi tam orta məktəbini bitirmişdir. 7-ci ay 2014-cü ildə hərbi xidmətə başlamış və manqa komandiri olmuşdur. Azərbaycanın ərazi bütövlüyünə uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinə 29 sentyabrda könüllü olaraq orduya qoşulmuş, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada şəhidlik zirvəsinə uzanmışdır. 10 noyabr Göyçay rayonu Bığı kəndi qəbirstanlığında böyük izdihamla dəfn edilmişdir. Ağır xəstəliyində əziyyət çəkən şəhid bacısı qardaşı ölüm xəbərini eşitməkdən sonra vəziyyəti ağırlaşdı və o bu əziyyətə dözə bilməyərək haqq dünyasına qovuşdu. Şəhid Əzizov Qüdrət valideynləri ikinci qız övladının itkisi ilə qarşılaşır. Böyük izdihamla şəhid qardaşının yanında dəfn edilmişdir. Şəhid Əzizov Qüdrət Bəhruzoğlu'nun ölümündən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev sərəncamı əsasında Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda, Qubadlının azad edilməsi uğrunda, Şuşanın azad edilməsi uğrunda və döyüşdə fərqlənməyə görə medalları ilə təlif edilmişdir. Şəhid ailələri şəhidlərimizin məzarı önündə gül dəstəkləri qoydular və şəhid ailəsi ziyarətçilərini ehsan süfrəsinə dəvət etdi. Məkanı cənnət olsun şəhidimin. Zəkər İsmailov, Bəhlul Həmidov, Azərbaycan İnternet Televiziya üçün yayınlanmışdır. Ağlama anam, ağlama anam, ağlama anam, ağlama.